Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu günləri az ərzaqla və çox asan hazırlanan, ağızda əriyən cemli piroqun hazırlanmasını paylaşıram. 2 ədəd yumurtanın üzərinə 200 ml stəkanla yarım stəkan şəkər tozunu əlavə edib mikserlə ağarıb həcmi artana qədər qarışdırıram. Şəkər tozunu çox əlavə etmirəm, çünki içlikdə şirin olacaq və üzərinə 100 qram əridilmiş kərə yağını da əlavə edib yenidən qarışdırıram. Sonda da 350 qram un və 1 paketdə qabartma tozunu əlavə edib xəmir yoğururam. Sonda belə bir gözəl, ələ yapışmayan, kövrək bir xəmir alınır və xəmiri ən azı yarım saat soyuducuda saxlayıram. Yağlı kağız üzərinə azacıq un səpib xəmiri yayırıq. Xəmiri çox nazik yaymırıq. Videoda gördüyünüz qalınlıqda olmalıdır. Daha sonra üzərinə ya bir qab, ya da bir qapaq qoyub yumru formada kəsirik. Məndə qapağın diametri 28-dir. Artıq qalan xəmiri də sonda yenidən yayıb piroqun üzərini bəzəmək üçün istifadə edəcəyik və piroq bişdikdə yersiz qabarmalar olmasın deyə üzərində çəngəl ilə dəliklər açıram və daha sonra üzərinə cemi əlavə edirəm. Mən burada əncir cemindən istifadə etmişəm. Siz istənilən cemdən istifadə edə bilərsiniz. Artıq qalan xəmiri də nazik yayıb uzun formada kəsib piroqun üzərini bəzəyirəm. Və əvvəlcədən 170 dərəcəli isidilmiş sobada 20 dəqiqəyə bişirirəm. Budur, bişib artıq hazır oldu. Tam soymasını gözləyib daha sonra kəsirəm. Çox gözəl, çox ləzzətli, ağızda əriyən bir piroq alındı. Mütləq bu reseptlə hazırlayıb mənlə nəticəni rəylərdə paylaşmağı unutmayın. Əgər videomu bəyəndinizsə, like edib kanalıma da abunə olsanız çox sevinərəm. İzlədiyiniz üçün təşəkkür edirəm dostlar. Gələn videolarımda görüşənədək inşallah hələlik.